28 may Müstəqillik günü. 28 may Müstəqillik günü Azərbaycan xalqının tarixində ən əlamətdar və mühüm günlərdən biridir. Bu tarix Azərbaycan dövlətçiliyinin formalaşması, xalqın azadlıq arzularının reallaşması və milli müstəqilliyin əldə olunması ilə bağlıdır. 1918-ci il mayın 28-də Azərbaycan xalqı öz müstəqil dövlətini quraraq tarixdə yeni bir mərhələnin başlanğıcına qoymuşdur. Tarixi şərait 20-ci əsrin əvvəllərində dünyada və regionda mühüm siyasi dəyişikliklər baş verdi. 1917-ci ildə Rusiya imperiyasının dağılması nəticəsində imperiyanın tərkibində olan xalqlar öz gələcəklərini müəyyənləşdirmək imkanı qazandılar. Cənubi Qafqazda yaşayan xalqlar da yeni siyasi idarəetmə forması yaratmağa çalışırdılar. Əvvəlcə bölgədə Zakavkaziya Seymi yaradıldı. Lakin siyasi fikir ayrılıqları səbəbindən bu birlik uzun müddət fəaliyyət göstərə bilmədi. Bundan sonra Azərbaycan nümayəndələri müstəqil dövlət yaratmaq qərarına gəldilər. 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycanın Milli Şurası tərəfindən İstiqlal Bəyannaməsi qəbul edildi və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması elan olundu. İstiqlal Bəyannaməsinin əhəmiyyəti. İstiqlal Bəyannaməsi Azərbaycan tarixində mühüm sənədlərdən biri hesab olunur. Bu sənəd Azərbaycan xalqının suveren hüquqlarını və dövlət müstəqilliyini təsdiq edirdi. Bəyannamədə aşağıdakı əsas müddəalar öz əksini tapmışdı. Azərbaycan tam hüquqlu müstəqil dövlətdir. Hakimiyyət xalqın iradəsinə əsaslanır. Bütün vətəndaşların hüquqları bərabərdir. Milliyyətdən, dindən və cinsdən asılı olmayaraq hər kəsə bərabər hüquqlar verilir. Dövlət digər xalqlarla dostluq münasibətləri qurmağa çalışır. Bu sənəd Azərbaycanın ilk hüquqi və siyasi əsaslarını da formalaşdırdı. Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, dövlət quruculuğu sahəsində mühüm işlər gördü. Parlamentin yaradılması. Azərbaycan Xalq Cümhuriyyəti şərqdə ilk parlamentli demokratik respublika hesab edilir. Parlamentdə müxtəlif millətlərin və siyasi qrupların nümayəndələri təmsil olunurdu. Burada Azərbaycanlılarla yanaşı Rus, Erməni, Yəhudi və digər xalqların nümayəndələri də iştirak edirdi. Parlamentin ölkənin idarə olunması qanunlarının qəbulu və dövlətin inkişafı üçün mühüm qərarlar qəbul edirdi. Dövlət rəmzlərinin yaradılması. Cümhuriyyət dövründə dövlətçilik atributlarının formalaşdırılmasına xüsusi diqqət yetirilmişdi. Azərbaycanın müasir üçrəngli bayrağı həmin dövrdə qəbul edilmişdir. Bayraqdakı rənglər aşağıdakı mənaları ifadə edirdi. Mavi rəng türk mənşəyini ifadə edir. Qırmızı rəng inkişafı, müasirliyi və demokratiyanı ifadə edirdir. Yaşıl rəng İslam mədəniyyətini və mənəvi dəyərləri ifadə edir. Aypara və 8 güşəli ulduz isə milli və mədəni dəyərləri əks etdirir. Təhsil və elm sahəsində görülən işlər Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhsilin inkişafına böyük önəm verilmişdir. Yeni məktəblər açılır, milli kadrların hazırlanması istiqamətində işlər aparılırdı. 1919-cu ildə Bakı Dövlət Universiteti yaradıldı. Bu Azərbaycanın ali təhsil tarixində mühüm hadisələrdən biri idi. Həmçinin xarici ölkələrlə tələbələrin göndərilməsi proqramı həyata keçirilmişdir. Məqsəd savadlı mütəxəssislər hazırlamaq idi. Qadın hüquqları. Azərbaycan Xalq Cümhuriyyətinin ən mühüm addımlarından biri qadınlara seçki hüququnun verilməsi olmuşdur. 1918-ci ildə qadınlara seçki hüququ tanınmışdı. Bu qərar bir çox Avropa ölkələrində daha əvvəl qəbul edilmişdi və demokratik inkişafın göstəricisi hesab olunurdu. Bu hadisə qadınların ictimai və siyasi həyatda iştirakına geniş imkan yaratdı. Xarici siyasət və beynəlxalq əlaqələr. Azərbaycan Xalq Cümhuriyyəti digər dövlətlərlə əlaqələrin qurulmasına böyük əhəmiyyət verirdi. Bir sıra ölkələrlə diplomatik münasibətlər yaradılmış, xarici nümayəndəliklər fəaliyyətə başlamışdır. Azərbaycan nümayəndə heyəti beynəlxalq tədbirlərdə iştirak edir və ölkənin müstəqilliyini tanıtmağa çalışırdı. Cümhuriyyətin süqutu. 1920-ci ilin aprel ayında ölkədə siyasi vəziyyət dəyişdi və Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti başa çatdı. Bununla da Azərbaycan Sovet hakimiyyəti dövründə keçdi. Lakin xalqların müstəqillik arzusu davam etdi. 1991-ci ildə Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etdi.
və özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisini elan etdi. 28 mayın bugünkü əhəmiyyəti. Bu gün 28 may Azərbaycanda dövlət bayramı kimi qeyd olunur. Ölkənin müxtəlif şəhərlərində tədbirlər, sərgilər, konsertlər və rəsmi mərasimlər təşkil edilirdi. Bayraqlar qaldırılır, tarixi tədbirlər keçirilir və Azərbaycan xalqının dövlətçiliyi tarixi yad edilirdi. 28 may yalnız bir bayram deyil, həm də xalqın azadlıq, birlik, müstəqillik iradəsinin simvoludur.